Bugün saat 05 radələrində Qara Məryəm İsmayıllı Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Qəbələ rayon sakini Nicat Əsgərovun idarə etdiyi VAZ 21-15 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı qızı hadisə yerində dünyalarını dəyişib. Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qızı və 7 yaşlı oğlan xəsarət alıb. Qəzaya düşənlər bir ailənin üzvləridir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bakı Dövlət Universitetinin Kimya Fakültəsinin Zərif üzvü sintez elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib. Bu barədə Bakı Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Zara Məmmədova 1929-cu ildə anadan olub. O, 1956-cı ildən Kimya Fakültəsində fəaliyyət göstərib.